Salam, İngilis dilində conjunctions mövzusuna baxırıq. Gələk, have been told. Burada əgər have varsa, deməli bu bağlayıcı olacaq. Was onun bağlayıcısı yoxdur. Was and iki nəfəri, yəni xəbəri cəmdə veribsə was and olacaq. Is well known, both in our country and həm bizim ölkədə, həm də xaricdə. Please buy some paint. Either the door need both, hər ikisi need, yenə də xəbərimiz cəmdədirsə deməli both and-dir. Kate and Jane are, iki nəfər are. Okay. The room was empty. John and, yenə də were cəmləndiribsə and olacaq. Okay. Was difficult enough. Could solve it. Deyir ki, problem kifayət qədər çətin idi. Nə Ben, nə də onun dostları onu həll edə bilir. Nə də. O çölə çıxmaq istəmirdi çünki yağış yağırdı. Because she wants to improve her English. Çünki ona görə ki və yaxud da çünki o deməli xaricdə təhsil almaq istəyir. Burada elə bildim as bağlayıcısı olacaq. Sonra gəlirik bura. Oy. Deməli either nor olmur, either and olmur, both neither qalır Y variantı. I passed the exam successfully. Because I worked hard. İmtahanı uğurla keçdim çünki çox çalışırdım. He is not only clever but also very hard working. Yəni bunlar belə bağlayıcılar yoxdur da. Burada da baxaq. Belə both either both or not only but also B variantı var. Either or var, neither nor var, both. Bunlar yoxdur, qalır B ilə C. Spoke, neither for nor against the ecology, either for C variantı. Ya deyir ki, ekologiyanın əleyhinə, bu mənaca uyğun gəlmir, C variantı uyğun gəlir. Want to learn, either, neither, both German, bunlar yoxdur. Belə bağlayıcılar. Bu yoxdur, bu yoxdur, bu yoxdur, bu yoxdur. Cavab Y variantı. Heç oxumuram. Sağ olsunlar. Bu yoxdur, bu yoxdur, bu yoxdur. C variantı. Neither the post office nor the bank. I can't go with you because səndən gedə bilmirəm çünki məşğulam. The code which he bought, əşyadırsa which olacaq və yaxud da z olacaq. 1, 3, Y. Dinah had her lunch because she left the canteen as she lived. Had her lunch as soon as left yox, because left. Burada mübtəda yoxdur da görürsünüz. And left the canteen. Yəni bunlar mübtəda istəyirlər, bax bunlar. Çünki budaq cümlə yaradırlar. Xəbər var, amma mübtəda yoxdursa deməli C variantı. Çünki burada həmcins söz kimi gedir. Ted ingilisdə, amma Fransada yaşayır. But, amma. I wonder, David told them about the incidents. What? Deyir ki, mənə maraqlıdır, görəsən David onlara nə deyib insident barədə. We won the match. Çünki biz udduq, çünki komandamız əla oynayırdı. Ondan with the result of the project. Deyir ki, menecer layihənin nəticəsindən məmnun qalmamışdı. Ona görə də və ondan şikayət edirdi. 2-3 mənaca uyğun gələnlər bunlardır. Başqa infer sports. Biz idmanla məşğul olmalıyıq, çünki o bizi güclü eləyəcək. You can drive my car. Çünki sən məni kimi ehtiyatlısan. The woman, qadındır, qadındırsa olacaq who. Okay.
Whose niyə olmur? Whose'dan sonra isim gəlməlidir. Burada isə görürsünüz, isim yoxdur. 27-yə baxırıq. My sister always sets her alarm clock. Bacım həmişə saatı qoşur. So she never wakes up late. Ona görə də o heç vaxt gec oyanmır. She's in bed because she has got a cold. Yataqdadır çünki xəstələnib. İnsan nations her favorite beverage is coffee. The favorite, while in others. Bəzi xalqlarda belədir, halbuki digərlərində də, yəni bəzi xalqların sevimli içkisi kofidir, bəzilərində isə çaydır. Buralar mənaca uyğun gəlmir. Is a holiday, we don't have to go. Deyir ki, Monday, birinci gün tətil olduğundan biz işə getməli deyilik. By the flood. When we reached the river, we couldn't cross it because. Deyir ki, biz çaya çatanda onu keçə bilmədik, çünki daşqın körpünü dağıtmışdı. Bu bilə mənaca uyğun gəlmir. Bir qoyub yoxlasaz, görərsiniz ki, mənası uyğun gəlmir də, mənası bir şey çıxır. Ona görə Y variantı. They didn't invite me to the party. Onlar məni so I didn't go. Partiya dəvət eləmədilər, mən də getmədim. Tom is very upset. Çünki neyniyib? Anasının sevimli vazasını qırıb. Deyir, sən yaxşı aşpaz olduğuna görə sən yeməyi pişirməlisən. Adam boynuna qoyurlar ki, the taxi wants a name, it has to maintain a reliable. Əgər deyir, taksi şirkəti özünün yaxşı adını saxlamaq istəyirsə, güvənilir bir xidmət verməlidir. I can still remember the day. Salman isim... Salman nə idi, ay Allah? Cansız isimdir və tarix bildirir, zaman bildirir, zaman anlayışdır. Bu, digərləri uyğun gelmir, A variantı. 1, 2, nə yaxşı, bax, balacadır. Sonra, 1400 is a year when, ildir də, hansında ki mən. I've been to the restaurant once. Since it opened. Restoranda bir dəfə olmuşam o açılandan bəri, B variantı. Bitmiş zamanda da, bitmiş zamandırsa bunu qoyacağım. I enjoy playing. Enjoy'dan sonra infinitive gəlməlidir. Infinitive nədir? Sorry guys. Gerald gəlməlidir. She promised to help. Infinitive gəlməlidir. Bunlar 8-ci sinif kitablarında var. Əzbərləyin. We decided to go. Özündən sonra məstər tələb eləyir. He's good at. Söz önləri özündən sonra gerund tələb eləyir. I can't afford to buy. Məstər tələb eləyir. They suggested. Özündən sonra deməli gerund tələb eləyir. She promised to. Məstər tələb eləyir. Bu özündən sonra, enjoy özündən sonra gerund tələb eləyir. They are planning. Özündən sonra plan feili məstər tələb eləyir. I can't stand. Gerund tələb eləyir. Sonra we expect to see. I miss. Özündən sonra gerund. He promised to finish. She interested in. Sözünü özündən sonra gerund. I can't help ifadəsi özündən sonra gerund. Decide feili özündən sonra. Üzr istəyirəm. Bu gerunddur, bu da infinitive məstər. I'd like özündən sonra məstər tələb eləyir. She suggested özündən sonra. Suggest feili uşaqlar özündən sonra gerund istəyir. Amma offer o da təklif etmək deməkdir. Özündən sonra məstər tələb eləyir, yəni tool. Amma sonda ing olmamalıdır. They are planning özündən sonra tool'udur. I prefer to. I prefer relaxing burada. I prefer. İki variantda istifadə ola bilər. Prefer uşaqlar.
Okay, we can't afford to buy. Uşaqlar, afford ifadəsidir. Mən bunu yəni gerundla da görmüşəm, məstərlə də, amma kitab qaydalarında sırf onu məstərlə verir və məstərlə istifadə eləməliyik. She keeps making, keep özündən sonra davam etmək mənasında gerund tələb eləyir. Hope özündən sonra məstər istəyir. Bu özündən sonra gerund istəyir. Avoid, mind da özündən sonra gerund istəyir. Bu da özündən sonra gerund istəyir. Admitted, forgetting. Okay. Gerund istəyir. Bu da gerund istəyir. They offer bayaq dedim, özündən sonra məstər istəyir. Sözünü özündən sonra gerund istəyir. Decide feili özündən sonra məstər istəyir. Suggest dedik ki, təklif etmək də özündən sonra gerund istəyir. Would like ifadəsi özündən sonra məstər istəyir. Decided məstər istəyir. Sonra to özündən sonra, baxmayaraq ki, to gəlir özündən sonra. Burada to'nun mənası məstər deyil, söz önüdür. Ona görə özündən sonra gerund istəyir. Promise özündən sonra məstər istəyir. Suggest özündən sonra gerund istəyir. Planning özündən sonra deməli məstər istəyir. I hate getting up gerund istəyir. Why don't you, düzgün cümləni seçək. Why don't you ask him to do it? Okay, birincisində düzdür. They expect the sheep to leave tonight. İkidə düzdür. Him to change, burada to olmalıydı. Səhvdir. I asked her to play olmalıydı. 1, 2 düzdür. 79'da da she started her homework, to do her homework, doing her homework. Bunlar uyğun gəlmir. 1, 2. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, sağ olun.